Salam əziz şagirdlər, indi isə sirli ekran dərsinin ev tapşırıqları ilə tanış olaq. Birinci tapşırığımız. Şeirdə televizorun hansı xüsusiyyətləri verilib? Kiçikdən böyüyə hamı seyr edə bilər. Daha sonra müxtəlif dillərdə verilişlər göstərilir. İkinci, dördüncü hissəni də siz davam etdirərsiniz. Növbəti tapşırığımız. Cümlənin növlərinə aid nümunələr yazın. Əmr cümləsi, sual cümləsi, nida cümləsi və nəqli cümlə haqqında cümlələr yazarsınız. Nəqli cümləni nümunə üçün təqdim edirəm. Məktəbimizin həyətində çoxlu gül çiçəyi əkdik. Gördüyünüz kimi sizə ancaq məlumat verdim. Digər cümlələrdə isə siz əmr məzmunlu, sual verib cavab almaq məqsədi ilə işlədilən cümlə və hiss həyəcanınızı bildirən cümlələrdən istifadə edərək yeni cümlə növləri yazarsınız. Növbəti tapşırığımız Azərbaycanda televiziya və radionun yaranması ilə bağlı araşdırmalar apararsınız. Sağ olun əziz şagirdlər, gələn dərsimizə qədər.